Zeynimiz və bədənimiz təkrarlanan ağrı və acılara qarşı bir müddətdən sonra öyrəşməyə başlayır. Buna habituasiya deyilir. Ancaq bu, həmin insanın güclü olması mənasına gəlmir. Sadəcə baş verənlər qarşısında özünü çarəsiz hiss edib təslim olmağına bir işarədir. Davamlı acıya məruz qalan insanın sinir sistemində bir müddətdən sonra donmalar müşahidə edilə bilər. Kənardan baxanda görə bilərik ki, insan çox sakitdir, səssizdir, heç bir şeyə reaksiya vermir. Amma əslində daxilində böyük bir mübarizənin içindədir. Yəni səssizlik hər zaman heç bir problem yoxdur, hər şey yaxşıdır mənasına gəlməməlidir. Bu sadəcə çarəsizlikdən doğan bir haldır. Amma bunu xatırlamağını istərdim ki, səssiz qalmağın qəlbinin həqiqətən də susduğu mənasına gəlməsin. Bu, hələ də daxilində eşidilməyi, gözləməyi gözləyən parçaların olduğuna işarədir və bəzən də sağalmağın məhz həmin parçalara yenidən toxunmaqdan başlayır.